Hər vaxtınız xeyir olsun mənim dəyərli izləyicilərim, gözəl bacılar, xanımlar, nətərsiz? Allah yaxşı eləsin hamınızı. Məni də soruşsaz, çox şükürlər olsun. İndi mən biraz özümü toparlamışam. Babatan buna da şükür. Gözəl bacılar, bir balaca özüm haqqında məlumat verim səhhətimlə əlaqədar. Mən 6 aydır videolar çəkmirəm, vloglar paylaşmıram. Bunun da səbəbi mənim səhhətimdə ciddi problem yarandı. Dekabr ayından 6 aydır mən müalicədəyəm. Yenə də müalicələrim davam edir. Ona baxmayaraq, çox sağ olun ki, siz məni unutmamışsınız. Mənim şəxsimə də yazırsınız. YouTube'da da özümə yazırsınız kanalımda. Oxuyurdum, biraz dolurdum, boşalırdım, duyğulanırdım ki, məni necə də xanımlar unutmayıb, gözəl bacılar. Məni istəyirlər yenidən qayıdım. Demək məsələ nətərdir? Xanımlar, mən ciddi problem səhhətimdə yarananda danışığıma da təsir elədi. Hətta danışa bilmirdim belə. İndi bir balaca özümü toparlamışam, sıxmışam, qarşınıza gəlmişəm. Var olun ki, məni unutmamışsınız. Allah hər birinizdən razı olsun. İndi bilmirəm necə qarşılanaram, nətər qarşılanaram, onu artıq sizin öhdənizə buraxıram. Yəqin ki, yüngül videolar çəkərəm, Allah izin verərsə. Səhhətimdə yenə bir ciddi problem olmazsa inşallah. Yüngül videolar çəkərəm, gələrəm. Görüşərəm sizlə. Mən də çox darıxmışdım sizlər üçün. Bir çay süfrəsi hazırladım, elə dedim. Çıxın bacıların qabağına, qarşısına. Söhbət edeyim sizlə. 6 aydan sonra ilk videomdur. Dedim bir balaca sizlə söhbət edeyim, məlumatımı vereyim. Sizin də məlumatınız olsun. İnşallah alınarsa çəkərəm videolar. Gözləyirsiniz çünki, istəyirsiniz. Mən də istəyərəm çəkim. Çox həvəsindeydim mən videolar çəkəndə. Çox həvəslə çəkirdim. Əziyyətliydi, düzdür, əziyyət çəkirdim. Hər bir şey yerində hazırlayırdım, qarşınıza gəlirdim ki, hamınız razı qalasınız. Qəşəng rəylər yazasınız, yazırdınız da. İndi sadəcə baxım görüm, yenə həmənki kimi videolar çəkə biləcəm, yoxsa yox. Bu da mənim səhhətimlə əlaqədardır. İnşallah baxarıq. Allah hər birimizə ömür versin. Heç birimizi xəstəliklə imtihana çəkməsin. Vallahi, Allah hamımızın canını sağ eləsin. Ailəmizin başının üstündə olaq. Sağlam olaq. Balalarımızla, nəvələrimizlə, ailəmizlə. Nə gün görəcəksə onu xoş görək, sağlam görək inşallah. Çaydan içim bir buradan. Xanımlar, siz nətərsiz, neyinirsiniz? Mənə yorumlarda yazarsınız. Allah hər birinizə can sağlığı versin. Fikirlərinizi yazarsınız mənim üçün, abunə olarsınız. Baxaram, görərəm, tələbat çoxdursa yenə mənə. Özümü toparlayaram inşallah. Əsas odur ki, sağlamlığım buna imkan versin. Çox istəyərəm videolar çəkeyim, vloglar çəkeyim, qarşınıza gəlim. Bir hobbidir bu da məndə valla. Nə bilim, başlayanda çox həvəslə başladım, qəşəng getdi. Qəşəng baxış sayıları yığmışdım, abunələrim çox idi.
Çox qəşəng yorumlar yazırdınız. Xaricdən də yazırdılar. Allah hər birinizdən razı olsun. Nə bilim, sonra mən xəstələndim, çox pis xəstələndim, üst-üzə sağlıq. Ona görə heç cürə mən alındıra bilmədim. Hamısı dayandı videolarım. İndi gəldim qarşınıza. Allah can sağlığı versin, ən önəmlisi odur. İnşallah səhhətim əl verərsə, mən yenə həftədə bir dəfə Allah qismət eləyərsə videolar çəkərəm, paylaşaram. Sizi də sevindirərəm, özümü də sevindirərəm. Fikirlərinizi yazarsınız, hamınızı öpürəm, bağrıma basıram. Özünüzdən müğayət olun, səhhətinizdən müğayət olun. Əsas həyatda can sağlığıdır. Allah onu heç birimizdən əsirgəməsin, ya Rəbbim. Amin. Öpürəm sizi, inşallah. Fikirlərinizi gözləyəcəm, yorumlarınızı yazarsınız, bildirərsiniz fikirlərinizi. Allaha əmanət olun. Öpürəm, bağrıma basıram sizi, gözəl bacılarım. Hələlik bu qədər.